Gördüyünüz suallar Riyaziyyat Güvən 9-cu sinif test kitabına aid olan suallardandır və üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu və xaricinə çəkilmiş çevrənin radiusu qaydaları birinci tərəfdə qeyd olunub. Demək olar ki, bu qaydaları hər birimiz əzbərə bilirik. Amma bunlardan sonra yazılan ikinci qaydalar isə az hallarda işlənən qaydalardır. Həmin bu qaydalardan da istifadə edib qeyd etdiyimiz kimi bərabər yanlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu və xaricinə çəkilmiş çevrənin radiusunu tapa bilərik. Məsələn, bizdə bu sualda deyir ki, xaricinə çəkilmiş çevrənin radiusu. Əzbərə bildiyimiz qayda yox, az halda işlənən qaydadan istifadə edək. Deməli, burada olacaq A-nın kvadratı, yəni 13-ün kvadratı bölünsün kök altında 4 vurulsun 13-ün kvadratı çıxılsın B-nin kvadratı, yəni 24-ün kvadratı. 13-ün kvadratı 169 və bu edəcək kök altda 100. 100-dən də 10 çıxar. 169 bölünsün 10. Cavabımız edər 16,9. Yəni daha tez cavabımızı tapmış olduq. Növbəti suala baxaq. Növbəti 129-cu suala baxırıq. Tərəflər verib və bu dəfə bizdən daxilinə çəkilmiş çevrənin radiusunu soruşur. Əzbərə bildiyimiz qaydadan yox, digər qaydadan istifadə edək. Onda olacaq B, yəni 24 vurulsun. Kök altda 4 vurulsun 13-ün kvadratı çıx 24-ün kvadratı bölünsün 2 vurulsun perimetr. Yəni 13 üstə 13 26 üzərinə gələndə 24-ün bu da eləyir 50. Bu da bərabər olar. Onda olacaq 24 vurulsun. Bayaq bunu da hesablamışdıq. Deməli, kök altda 100 edər və ondan da kök, 100-dən kök 10 çıxar. Bölünsün 2 vurulsun 50. Sıfırları ixtisar apararıq. 2 5-in 10. 24-ü 10-a böldükdə cavabımız edər 2,4 sm. 129 oldu cavab D variantı. Və aşağıda gördüyünüz 130-cu sualı həmin bu qaydadan xaricinə çəkilmiş çevrənin radiusu. Yəni burada qeyd etdiyimiz qaydadan istifadə edərək cavabınızı rəy bölməsində qeyd edə bilərsiniz. Hələ ki, hələlik.